Mərkəzi Kəşfiyyat İdarəsi müəyyənləşdirib ki, Rusiya Donald Trumpın qalib gəlməsi üçün Amerika Birləşmiş Ştatlarında keçirilən prezident seçkilərinə müdaxilə edib. Azvijnaz xəbər verir ki, bu barədə Washington Post öz mənbələrinə istinadən məlumat yayıb. Qəzetin yazdığına görə Mərkəzi Kəşfiyyat İdarəsi Rusiya rəhbərliyi ilə bağlı olan və WikiLeaks saytına Hillary Clinton'ın qərargahının rəhbəri John Podesta da daxil olmaqla Demokratlar Partiyasının serverlərini qırmaq yolu ilə əldə olunan minlərlə elektron poçtu ötürməkdə şübhəli bilinən şəxsin kimliyini müəyyənləşdirib. Mərkəzi Kəşfiyyat İdarəsi bu qənaətə gəlib ki, Rusiyanın əsas məqsədi Trumpın seçkilərdə qalib gəlməsinə yardım etməkdir. Daha əvvəl Birləşmiş Ştatlar mediası və Federal Təhlükəsizlik Xidməti dəfələrlə Demokratlar Partiyasının serverlərinin Rus hakerlər tərəfindən sındırıldığını bəyan etmişdi. Qeyd edək ki, bu ilin noyabrın 8-də Birləşmiş Ştatlarda keçirilən seçkilərdə Donald Trump rəqibi Hillary Clinton'a qalib gələrək ölkənin yeni prezidenti seçilib.